Qocalanda hamı başa düşür ki, onun zamanı boşuna xərcləndi. Çoxsu. Özü elədi bunu. Heç kim eləmədi. Nə qədər ki, cavan idi, soruşurlar ona ki, filan şey eləyə bilirsən, vaxt yox deyə bilirsən, iş, bilirsən, vaxt yoxdur. Amma hər şey onun əlində idi. Yaşlı olanda onu başa düşür. Bunu kəsərdim, buradan qoparardım, bunu buradan imtina eləyərdim, bunu buradan belə rədd eləyərdim. Eləyərdim istədiyimi. Və hər şeyə də həyatda sizə zaman lazımdır. Məsələn, bir dil öyrənmək üçün sizə azı 5 il zaman lazımdır. Nə qədər tez başlasanız, ara vermədən. Bir o qədər tez bitirərsiniz. Gec başlasanız, 10 il, 20 ilə qədər uzanacaq və siz onu öyrənə bilməyəcəksiniz. İnsana zaman lazımdır Allaha sarı getmək üçün. Bəlli bir zaman. Çoxsu deyir ki, az ömür verilibdir bizə. Amma bir təxmini ortalama bir 50, 60, 70 yaş yaşayan insanları götürsək, bir 3 dəfə imana gəlmə imkanı var onun ömründə. 20 götürsək, bir 3 dəfə. Amma insan o qədər israfçıdır ki, heç bir dəfə də gələ bilmir görsən ki.